Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir riyaziyyat sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. Y bərabərdir kök altında loqaritma 2 əsasından mötərizədə 2 üstündə x üstə gələk 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 mötərizə bağlanır çıxaq x funksiyasının təyin oblasını tapın. Məlumdur ki, kökün dərəcəsi züddürsə kök altı ifadə sıfırdan böyük bərabər olmalıdır. Loqaritma 2 əsasından mötərizədə 2 üstündə x üstə gələk 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 mötərizənin bağlıda çıxaq x böyük bərabərdir sıfırdan. X-i bərabərsizliyin sağ tərəfinə keçirsək, loqaritma 2 əsasından 2 üstündə x üstə gələk 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 böyük bərabərdir x-dan. Loqaritma 2 əsasından 2 üstündə x üstə gələk 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 4 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 böyük bərabərdir loqaritma 2 əsasından 2 üstündə x. Sol tərəfdə loqaritmanın əsası 2 olduğuna görə sağ tərəfi də bu şəkildə göstərdik. Deməli, loqaritmlərin əsası bərabər olduğuna görə onda loqaritmlə altı ifadələr də bərabər olur. O zaman bu münasibətdən yaza bilərik ki, 2 üstündə x üstə gələk 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 böyük bərabərdir 2 üstündə x-dan. 2 üstü x-ları biz islah eləsək, burada qalır 9 üstündə x çıxaq 1 çıxaq 4 üstündə x çıxaq 1 böyük bərabərdir sıfırdan. 4 üstündə x çıxaq 1-i bərabərsizliyin sağ tərəfinə keçirsək, 9 üstündə x çıxaq 1 x çıxaq 1 böyük bərabərdir 4 üstündə x çıxaq 1. Bərabərsizliyin hər iki tərəfini 4 üstündə x minus 1'ə bölsək, 9 üstündə x çıxaq 1 bölək 4 üstündə x çıxaq 1 böyük bərabərdir 4 üstündə x çıxaq 1 bölək 4 üstündə x çıxaq 1. Bu münasibətdən yaza bilərik ki, 4'də 9 üstündə x çıxaq 1 böyük bərabərdir 1'dən. Onda bu münasibətdən də yaza bilərik ki, 4'də 9 üstündə x çıxaq 1 böyük bərabərdir 4'də 9 üstündə 0'dan. Onda buradan yazırıq ki, deməli loqaritm üslü deməli tənlikdə üslü tənliyin əsası 1'dən böyük olduğundan yazırıq ki, x minus 1 böyük bərabərdir 0'dan. Bu münasibətdən də yazırıq ki, x böyük bərabərdir nədən? 1'dən. Onda tapşırığın həlli bir müsbət sonsuzluq olar. Parçada bir müsbət sonsuzluq olar. Baxaq görək bu hansı varianta uyğun gəlir. Bu A variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda